Ermənistanın baş naziri Nikol Paşinyan yük maşınlarının Marqara-Yeqnadzer-Sisyan-Gorus yolu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazır olduqlarını bildirib. Yenavaz.com xəbər verir ki, bu yol açılarsa Türkiyədən Azərbaycana yük avtomobilləri iki əsas yol ilə hərəkət edə bilər. Qeyd edək ki, hazırda yüklər əsasən Gürcüstan vasitəsilə Azərbaycana çatdırılır. İstanbul-Tbilisi-Bakı marşrutunun uzunluğu təxminən 1750 km-dir. Yük maşını bu məsafəni adətən 27-30 saata qət edir. Bu zaman maşın təxminən $350 yanacaq sərf edir. Əgər Ermənistan ərazisindən keçən yol aktiv olarsa, məsafə təxminən 1250 km olacaq. Bu marşrutla yük maşını Bakıya təxminən 20-22 saata çata bilər. Yəni 7-8 saat daha tez. Yanacaq xərci isə təxminən $270 civarında olacaq. Digər xərclər baxımından da Ermənistan marşrutu bir qədər ucuz başa gələ bilər. Çünki məsafə qısa olduğundan amortizasiya, sürücünün əmək haqqı və texniki xidmətlərə çəkilən xərclər də azalır.